Sovetin vaxtı dediyimiz zamanlarda küçələrdə su aparatları dururdu. Avtobus dayanacaqlarında, bulvarda və s. Və bu aparatlarda hamı bir stəkandan istifadə edirdi. İnanın, Covid bu mənzərəni görsəydi, elə yerindəcə qalardı şokdan. Stəkanı özün yaxalayırdın aparatda və salam. Virusu nə göydə tapmaq olurdu, nə də yerdə. Amma nə gizlədək, ehtiyatlı mamalar da var idi. Onlar özləri ilə evdən stəkan götürürdülər ki, balaları 2 qat sığortalı olsunlar. Onlar hətta açılıb bağlanan balaca taburetka da gətirirdilər ki, uşağın əli pula öyrəşsin. Balaca balamız dururdu taburetkaya və sikkəni götürüb salırdı aparata. Adi qazlı su 1 qəpik idi. Özü də suya o qədər qaz vururdular ki, Avropanı 1 illik təmin etmək olardı. Siroplu su isə limonad fason artıq 3 qəpik idi. Qızların yanında fors edənlər isə vaynoy dediyimiz limonad düzəldirdilər. Atırsan 3 qəpiyi, stəkanı yarıya qədər doldurursan, sonra daha bir 3 qəpik və limonadın olur babat. Əslində elə bir dəfiyə də şirin olmalıydı normalara görə, amma aparat sahibləri siropdan kəsirdilər. Ona atqat, buna rüşvət və bir balon sirop satıb bütün nəsli dolandırırdılar. Bax, belə keçib bizim uşaqlığımız.